Gələndə öz evinə girəcəkdi, heç öz evinə girmədi balam. Uşağımız hardadır da bizim? Yoxdur balam. Axtarmırlar. Biz valideyn olaraq övladımızı istəyirik. Bakıdakı özəl klinikalardan birində çalışan və 6 ildir ki, xarici şirkətlərdən birinə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovdan təxminən 37 gündür ki, xəbər yoxdur. Bəli, ailəsi ondan sentyabrın 27-sindən bəri bir xəbər ala bilmir. İyulun axırı idi, mənim balam getdi. Əslində avqustun axırı o gəlməli idi. Bir ay orada olurdu, bir ay evdə olurdu. Bəs zəng elədi ki, əvəz edici həkim başqa gəmiyə göndərirlər. Bəs onun yerinə qalacam, sentyabrda gələcəm. Avqustun 17-si 33 yaşlı orada gəmi heyəti onun ad gününü qeyd elədi. Hadi, ha, getdi, çəkirəm. Sərxoş yerləşirək. Sağ olsunlar, çox gözəl də qeyd eləmişdilər. Hər şey normal idi. Sentyabrda danışanda dedim, Tural, nə vaxt gəlirsən? Dedi ki, bəs mama, yəqin ki, oktyabra qaldım. Biraz da uzadıldı. Dedim, Tural, o qədər qalmaq çətin olar. Heç nə demədi. Sentyabrın 27-si idi. Atası elə işdən gəldi. Klinikadan zəng elədilər ki, bəs belə bir hadisə baş verib. Bəs ki, Tural yoxdur, dənizə düşüb. Birinci dəfə idi ki, bu qədər uzun müddət qaldı. Əslində onların heç bir ixtiyarı yox idi ki, 45 gündən artıq kimisi orada saxlasınlar. 64-cü gün idi ki, mənim oğlum artıq orada idi. Mən bütün günahı şirkətdə də görürəm, klinikada da görürəm ki, mənim uşağımı o qədər orada niyə saxlayıblar, bu bir. İkincisi də ki, mənim uşağımın axtarışında heç bir nəticə yoxdur ortada. Əvvəlki günlər yəqin ki, axtarıblar, amma sonra heç bir axtarış yoxdur. Kimdən soruşursan, istəyir gəminin heyəti olsun, klinika olsun. Tam təzadlı məlumatlar gəlir. Danışmışam gəminin kapitanı ilə, Qəzənfər Qurbanov adlı şəxsdir. O, bilirsiniz nə dedi? Deyir, həmin bu hadisə baş verməmişdən ayın 26-cı tarixində klinika ilə söhbət olub və sonra bu hadisə baş verib, səhəri günü. Bunun telefonu nə olan quruğudur ki, indiki dövrdə onu sındıra bilmirlər parolun. Biraz soyuqqanlılıq. Yaxşı, bu Tural 6 işləyir, bu gəlir, gedir, adamları tanıyır. Klinikanın direktoru da deyir ki, 72 saat müddətində axtarılır, belə söz. 72 saat qutardı, yəni 3 gün ərzində. Biz getdik, həmin o BUE Kasmen şirkətinə görüşdük idarə heyəti ilə. 3 gündür, 3-cü gün idi hadisənin. Deməklərinə görə helikopter də qaldırılıb, başqa kiçik qayıqlar da qaldırılıb, axtarış gedir. Uşağımız hardadır da bizim? Kimsə qayıq dənizdə